O bəndə xuda deyil, Lübnanda musafir çeşlik eləyirdim. Ruzu şəhadətim oğlu Ali ibn Əbi Talib Nuhə nəvarı qoymuşdum. Bir dənə də musafiri Vəhhabi var mıdır? Hey deyirdi, ağa xamış eləmini. Dedim, ağa, ruzu şəhadət əmirəl-müminin dedi, mənə rəbti yoxdur. Xamışla, şiələr də bu. Ölənlərdən sonra ağlamağa əlaqəmənd olublar. Ağa, xamışla, dedim, ruzu şəhadəti Əli idi. Mən gərək bu mərsiyə bugün qulaq asam. O da düşdü pəncərədən dedi, mən də kirayə vermərəm, get kirayı Həzrət Əldən alarsan, qaçdı. Da qıçım yox idi, qaçam tutamış. Da mən də maşını işlətdim, dəndiqik, dosi, bir onda gördüm, bir əpel quşu zəhvirdi maşında. Demək, quşisi qalıb, qaçıb özü. Zəhvirdə, mən qələt eləmişəm böyük babamına. Mənim o quşumu ver, mən iştibah elədim. Dedim, yox, Həzrət Əli mənim kirayəmi verdi, sən əpeli Maviyədən alarsın.